Aparıcı Vüsalə Əlizadə əməkdar artist Gövhər Rzayevanın xınanı boşanmış qadın aparmamalıdır, xınanı başı bütöv qadın yaxmalıdır sözlərinə dəstək olub. Aparıcı verilişində xına məclisi aparmasından söz açıb. O bildirib ki, Azərbaycanda ilk xına aparan tanınmış özü olub. O vaxtlar heç kim xına aparmırdı, mən edirdim. Subay qız olanda yaşım az idi, amma xına aparırdım. Onda belə deyirdim ki, analar, nənələr gəlsin. Uşaqları, əri olan, bütöv başlı qadın çağırırdım ki, xına yaxsın. Nənələrimdən bunu görmüşəm. Xına böyük ənamdır. Gövhər Rzayeva düz deyir. Qeyd edək ki, Gövhər Rzayevanın xınanı boşanmış qadın aparmamalıdır sözləri qalmaqala səbəb olub. Müğənni Mənzurə Musayeva ona məktub yazan əməkdar artist Nüşabə Ələsgərliyə kobudluq edib. Günə uğurla verilişində məktubu götürən Mənzurə onu yandırıb. İfaçı onu oxumaq istəmədiyini deyib. Bunu özünə hörmətsizlik kimi qəbul edən Nüşabə Ələsgərli, qonşu olmuşuq, utanmırsan, yekə qızsan, sənə nə yazmışam ki? Yazmışam, hovuza gedəndə məni də apar. Adam bu qədər egoist olar, Mənzurə yaxşı üzür. Məktubu yandırmasından incidim. Sənə nə demişdim ki? Sözlərini deyib.